Salam dostlar, necəsiz? Çox xoş gəlibsiniz bu videoya. Dostlar, buradan biləcə ittifaq düşübdür ki, vaxt çipdən game oynayırsınız və game ahəngi biləcə çox əziyyət edir və bir az hədd moxuza təsir qoyar. Ehtimalən deyəsiniz, xub, əli bəzi gamelər var, qorxmalıların ilə hamısı öcürdür. Bəli, mən mənzum əslən qorxmalı game deyər. O gamelərdir ki, əksər uşaqlar indi oynayır və bir o game'i bədçiqanədir hamısı. Şayət bir dənəsi ola təkində. Bəli, biləcə deməliyəm ki, bu gamelər o qədər məşhurdur ki, Minecraftda tutun Super Mario'da qutulun, öcür oyunların içindən tapacaq. Və bu ahəngləri mütməyinnəm ki, eşitsəz, da kullən game'ə baxışınız dəyişiləcək. Pəs, bir yerə getməyin, videomu like edin, channelimi də subscribe edin. Gedək indi videomu dalırsan, baxın görüm nələr biz oynamışıq. Dostlar, qəbl az bu ki getməmişəm, kuldan ahənglər biləcək görsədəm, biraz gamelərdən zaddan tozih verim. Dostlar, emruzi gamelər ki vardı, xub, bəziləri online'dir, məsələn Clash of Clans kimi, Clash Royale kimi, Call of Duty PUBG kimi və o hətta xas enerjiləri yoxdur. Bəli, qədimi gamelər ki var idi, məsələn Super Mario idi, Resident Evil, God of War bu qismətlər, bunlar həmişə bizə sabit idi. Yəni ayrı bir gələk deyilik, ayrı nüsxələr gələydi. Məsələn Call of kimi bir cəsanıza verməyəydi. Və dostlar, biləcə deməliyəm ki, bu online gamelerin içində mütəəssifانə bir ikisi vardı ki, bəzi ahənglər vardı ki, bu gamein içində doğrudan eşitsəz qulaqları sut çalacaq. Və bu game idi ərzud Minecraft. Özür ki dostlar, bilirik Minecraft bazıları indi şayət mənə burada yamana çəkə və doğrudan bu qəziyyə vardı və ittifaq da doğrudan düşür. Dostlar, özür ki bilirik Minecraftdan azad gamedir ki, siz içəridə oyunun içində əgər istədiklərini əncam edəsiniz və gedib biraz axtarasınız, xas itemləri tapsınız ki, onlarla eləyə bilərsiniz, hər iş görəsiniz. Və fikir edirəm elə hər iş görmək Minecraft'ı mərufladırdı. Dostlar, əgər siz Minecraft'da gedəsiniz, ev cürüyəsiniz və evinizin içində bir dənə diski CD tapasınız, o diski CD-dən içində bəziləri vardı ki, xas şumarə bəndidir. Məsələn, məsələn 1, bir dənə xas təbiətdən ki, kullan aramış verirsə. Məsələn, şumarə 5 öcür. Bu dostlar, bu əgər siz istəyəsiniz bu diskləri işlədəsiniz, gələr CD qabını tapasınız. Yəni, bir daha CD qabı qoşasınız. Və bəd az ki, dostlar, siz bir dənə CD qabı qoşsunuz, bilmirəm də xas karayəsindən nədir da, ehsas ilə nəhayət karayı ki, bundan eləyə bilərsiniz. Bir dənə qoyasınız evin dibinə və onu salasınız ahəng aramış verin. Dostlar, elə yenə deyirəm ki, bəzi ahənglər var idi ki, məsələn Minecraftın içində çox aramış bəxş idi. Yəni doğrudan bəxş ki, mən özüm oynayanda məsələn 300 bundan qabaq, o salanda xas aramış verərdi. Bəli. Dostlar, bunların içində 2 dənə CD vardı ki, diski 11 və diski 13 ki, bu dostlar, bu disklər tənha diskdir ki, Minecraftda çətin tapılır və özür ki bilmişəm, cəhənnəmdən tapılır. Həmən bir daha portal cürüyük geriq cəhənnəmin içinə. Əksərən deyirlər oradan tapılır. Dostlar, bu disklər o qədər qorxmalıdır, o qədər məğzə təsir qoyandır ki, mən özüm məğzi qulaq asım və doğrudan ürəyim titrədi. Gedək indi diski 11-ə bir daha qulaq asaq, görün nə mənədir. Dostlar, elə bu diski 13-ü də tez görsədirəm, biləcəklər qorxman hissi getməsin. Bu da diski 13-dür.
Yəni dostlar, bir söz deyim, diski 11 mənim zamanımızdan qorxmalıdır və diski 11-də ehsas edirəm məsələn bir növ bir şeyə işarə eləyir ki, xas həyuladı zaddır. Məsələn, xas bir dənə qul zaddır ki, gəlir buna tərəf və birdən qət olur. Ehsas edirəm öcül bir şeydir. Bəli də indi ayrı gəziyə zad olar, ya ayrı animator ola bilmirəm. Mən bilən bunları idi. Gedək o birisilərin dalısına. Dostlar, bu ahəngimiz mərbut olur bir dənə qeymət ki, mütməinnən dəhi 80 və dəhi 70-lərin porxatirətərin qeymidir və qeymi dərcoz Super Mario. Həman öz dilimizə qarçxor idi. Dostlar, qarçxor ödürüşü bilirsiniz ki, aytiyası xob, əldə qarçxorda nə mənə varmış? Kamilən uşaq oyunudur. Bəli, deməliyəm ki, bunların hamısı uşaq oyunundan çıxıb. Dostlar, bu qeymidə siz vaxt mərahillərini tey edirsiniz. Gedirsiniz, yetişirsiniz dənə dəryata kimi yerə ki, gedib girəsiz dəryatən yap təkinə. Və vaxt gedib girəsiz dəryatən yap belə təkinə, birdən bir dənə ahəng başlayır çalır ki, doğrudan yəni bu ahəng şəhər bənəfşin ahəngindən qorxmalı tərdir. Gedək ahənginə daha qulaq asın, görün nə mənədir. Dostlar, bu oyunu ki, indi gördünüz qarçxori. Xob, indi öcürü bilirik uşaqların geyimidir da. Vəli bilmirəm nəyə, məsələn, bu işlər görürlər. Məsələn, uşaqlar qəsd öldürməklər var, eləyə bilərlər, xas bir işdən eləyirlər, uşaqlar dərci öldürürlər. Vəli məlumdur ki, tək uşaqların hədəfi dəyilir. Böyüyə də qəşəng təsir qoyar bu ahəng və öcürdə ki, məlumdur, gördünüz, rəsmən elə təsir qoyan bir şey idi. Gedək qorxmalı idi, gedək o bir gəziyən dalsın. Dostlar, bu game için istəyirəm biləcə deyəm, ehtimalən çoxlarınız tanımayasınız və doğrudan şəhər bənəfşin ahəngindən çox tər oxşayır. Və bu game için ahəngin görsədən biləcək game'in özü kullan budur. Game Star Fox hududan çox qədimi oyundur və PlayStation 2 zamanında gəldi. Bu oyun çox qəşəng oyun idi vaxtında. Məhbubiyyəti də xas var idi və mən oynamamışam. Daha sonra hətta tərifləyənmərəm. Dostlar, siz burada gedirsiniz, daha qəliyə girirsiniz və qəliyə vaxt ki varid olursunuz, qələnin içində xas ahənglər başlayır çalır. Bəli, bilmirəm orada dərhal ki, nəmin axtarır, bilmirəm. Ahənglər başlayır çalır və ahəngin frekansı o qədər yuxarıdır ki, eləyə bilərsin məğzizlə qəşəng oyun oynayın. Gedək baxın. Dostlar, əvvəldəki Minecraftda 2 dənə diskə baxdıq, diskə 11 və diskə 8. Bunların xas frekanslarını gətiriblər. Bir dənə bərnamədir ki, bir dənə YouTuber gətirir qoyur və kompüterə salır. Bir daha bərnamədir ki, siz ahəng salırsınız nərm əfzarın içinə və nərm əfzar bu frekansları və siqnalları birdən təsvir eləyir və görüm təsvirdə nə çıxıb Minecraftın 2 daha diskindən. Və dostlar, biləcək deməliyəm ki, Minecraftın özünü kəmdəst tutmayın, çünki xas həyulalar zaki vardı, hamısı qıfıllıdır. Yəni, xas işlər, xas aktorlar zat tutasınız, ondan sonra gedib görəsiniz, həyulalar və vurub öldürəsiniz. Və biləcək deməliyəm ki, bəzi həyulalar deyil, normaldır, naturalda vardı. Oyunda və öldürməklər çox məsələn, endirməndir, ondan qalan zadı. Onlar da vardı. Bəli, onlara əslən işarəsi yoxdur. Mən getdim, təhqiq elədim və bildim ki, onlara əslən işarəsi yoxdur.
Dostlar, bu game üçün istəyirəm biləcə deyəm, həm Şəhri Bənəfşə oxşayır, həm də ahəngi doğrudan Şəhri Bənəfşə çalır. Düzdür, Şəhri Bənəfşə başlayır çalır, çala gedir. Və hələ bu gamedə çalır, istəyir yenə birdən başlayır çalır və istəyir yenə birdən başlayır çalır. Yəni özür deyim ki, Moxuzla elə oynayıb oyunun ahəngi ki, şayad deyəm inanmayasınız, buracan 450 nəfər adam öldürübdür bu ahəng və oyun bəndir. İndi bilməm gedib hangi saytdan, qeyri-qanuni saytlardan download edirlər, bilmirəm. Ahəng budur. Vallahi hərəsində xas bir cəv, xas bir qorxmalılıq vardı. Yəni o boynumuza alaq əcib edilir. Dostlar, əgər bu videonu sevibsiz, channelimi subscribe edin, videomu da like edin və ta videoya bədə sizə Allah'a tapşırdım və kommentlərdə də yazın ki, nə videolardan çox xoşunuz gəlir, mən onlardan upload edeyim. Ta videoya bədə sizə Allah'a tapşırdım.